Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme eczil veliyyekel fərəc. Məkasib kitabından 437-ci dərsi oxuyuruq. Məlumdur ki, bəhsimiz bu kitabda Ğina bölümündən gedir. Və dünənki dərsimizdə mərhum Şeyx Murtəza Ənsari buyurdu, bəzi mütəəxxir alimlər, yəni sonraki alimlər belə bir fikir söyləyiblər. O fikir bundan ibarətdir ki, rivayətdir, siz əhl-i beytə ağlayın və ağladın. Vaxtı ki bu rivayət var, bu rivayət umumidir. İndi bir dəfə mən ağlayıram ğina ilə, ağladıram ğina ilə, bir dəfə budur ki, ğinasız ağlayıram və ağladıram. Rivayət umumi olduğu üçün elə rivayət hər ikisinə şamildir. Yəni, ğina ilə mərsiyə oxuyuram, roza oxuyuram və insanları ağladıram əhl-i beyt məclisində. O, ədillətül ibqa, yəni ağlamaq və ağlatmağın dəlilləri umumi olduğu üçün elə ğina olan surətə də aiddir. Bunu bəziləri deyiblər və deyiblər ki, mərsiyədə ğina eləmək icazəlidir. Lakin mərhum Şeyx Murtəza Ənsari buyurur, bu fikrin işqalı var, nöqsanı var. Ona görə buyurur, وَفِيهِ أَنَّ أَدِلَّةَ الْمُسْتَحَبَّاتِ لَا تُقَاوِمُ أَدِلَّةَ الْمُحَرَّمَاتِ خُصُوصًا التي تكون من مقدماتها. Buyurur, müstəhəbbi yetirən dəlillər, yəni o rivayətlər ki, müstəhəb əməlin dəlilidirlər və müstəhəbbə dəlalət eləyirlər, müstəhəbbatın dəlilləri la tuqavimu ədillətəl muharramat. O rivayətlər ki, bir əməli haram bilir, bu müstəhəbbi yetirən dəlillər, haramı yetirən dəlillərin müqabilində dura bilməz. Bizim bəhsimiz də o yerdədir. Bir dəstə rivayət dəlalət edir mərsiyənin müstəhəbliyinə, digər rivayətlər dəlalət edir mərsiyəni ğina ilə oxumaqlığın hörmətinə, haramlığına. İndi müstəhəb deyən dəlillər, haram deyən dəlillərin müqabilində dura bilməz. Xüsusən əlləti təkunu min müqəddimatiha. Məxsusən biz baxırıq, bu müstəhəbbi yerinə gətirmək üçün bunun müqəddimatı hərama bağlıdır. Yəni, müstəhəbbi ələ gətirmək üçün biz hərama düçar oluruq və ondan sonra müstəhəbbə çıxırıq. Bizim bəhsimizdə də bunun kimidir. Biz istəyirik İmam Hüseynə ağlayaq. İmam Hüseynə ağlamaq müstəhəbbədir. Əvvəl düçar oluruq ğinaya, ğina eləyirik və sonra ağlayırıq. Deməli, ağlamağın müstəhəb əməli yerinə gətirməyin
müqəddiməsi nə oldu? Ğina oldu. Ğina da nə oldu? Haram oldu. Yəni müstəhəbbin müqəddiməsi haram oldu, harama düçar olub, müstəhəbbə çatdıq. Bu belədir. Belə olan surət, belə olan vəziyyətdə, görək bu müstəhəb olan dəlillər, bu haram deyən dəlillərin müqabilində dura bilirmi? Və buna icazə verilirmi? Xeyr, vermir. Niyə? فَإِنَّ مَرْجَعَ أَدِلَّةِ الْإِسْتِحْبَابِ إِلَى إِسْتِحْبَابِ إِيجَادُ الشَّيْءِ بِسَبَبِهِ الْمُبَاح la بِسَبَبِهِ الْمُحَرَّم. Çünki müstəhəbbin dəlillərinin mərcəsi, qayıtdığı yer budur ki, bir şeyin istihbabını icad eləmək üçün, yəni bir şeyi, müstəhəb olan bir şeyi icad eləmək üçün gərək onun mubah səbəbi olsun. Yəni bir əməl mubah olsun, halal olsun, onun səbəbinə biz o müstəhəb olan şeyi vücuda gətirək. La bi səbəbihil muharram. Nəinki bir haram şeyin səbəbinə müstəhəb şey ələ gətirək. Haram şey burada necə olur? Yəni ğina. Ğina səbəb olur ki, ağlayırıq. Deməli, ağlamaq müstəhəbbidir. Ğina haramdır. Ğina haram olan əməl səbəb olur, müstəhəb olan şeyə, ağlamağa. Bu icazəli deyil. Bəlkə gərək bu müstəhəb olan əməli icad eləməyin səbəbi də mubah olsun. Ondan sonra bu olar müstəhəb. Yoxsa mən haramla gəlib daxil oluram müstəhəbbə. Əla tərə, mərhum şeyx burada misal vurur. Deyir, görmürsən? Ənəhu la yəcuzu idxalu surur fi qəlbil müminin və icabətuhu bil muharramat. Deyir, görmürsən ki, icazəli deyil. Müminin qəlbinə şadlıq gətirmək, sevinç gətirmək və mümini qəbul eləmək haram əməllərinə bu icazəli deyil. Əz-zina vəl-livat vəl-ğina. Məsələn, zina, livat və ğina kimi. Necə yəni? Məsələn, rivayət var ki, siz müminin qəlbini şad eləyin və yaxud mümin sizə bir söz dedi, onu qəbul eləyin, onu rədd eləməyin. Buna rivayətimiz var. Bu müstəhəbdir. Yəni, müstəhəbdir müminin qəlbinə şadlıq daxil eləmək, yəni mümini şad eləmək və müstəhəbdir mümini rədd eləməmək. Sizdən bir şey istədi, onu qəbul eləmək. Yaxşı, bu rivayətlər bizə deyir ki, bəs bu müstəhəbdir. İndi bir dənə mömindir, şeytan bunu yoldan çıxardı, zina təklif eləyir sənə, deyir, gəl məndən zina elə. Bir möminədir, deyir, gəl məndən zina elə. Sən də deyirsən ki, hə, mən bununla zina eləsəm, bunu şad eləyərəm və bununla zina eləsəm, bunun sözünü rədd eləmərəm. Deməli, mən bunu şad eləyərəm. Nə ilə? Hansı əməllə bunu şad eləyərsən? Zina eləməklə. Bir halda ki, zina haramdır. Sən haramı əncam verməklə müminin qəlbinə şad elədin. O da şad oldu ki, bununla zina elədilər. Və yaxud bir nəfərdir, müsəlmandır, şiədir, şeytan bunu yoldan çıxardı. O livat istəyir səndən. Sən də deyirsən ki, bəli, rivayət var ki, müminin rədd eləmə, onun sözün qəbul elə və qəlbinə şadlıq daxil elə, onu şad elə. Gedirsən bundan bu işi görürsən. Haram işlə onu şad eləyirsən. Bu icazəlidirmi? Xeyr, icazəli deyil. Eyni zamanda ğina, rivayət deyir ki, İmam Hüseynə ağla, Əhl-i Beytə ağla. İndi Əhl-i Beytə ağlamağı icad eləmək nə iləndir? Ğina iləndir.
qınada haramdır. Sən gəlirsən haramla o müstəhəbbi sabit edirsən. Yəni müstəhəbbin müqəddiməsi oldu haram. O icazəli deyil. Gərək müstəhəbbi o surətdə icad eləyəsən, yerinə yetirəsən. Onun müqəddiməsi də mubah olsun. Mubah olduğu təqdirdə bu olacaq müstəhəb. Amma bunun müqəddiməsi haram olan və haram müqəddimə ilə daxil olarsan, deyəsən mən müstəhəb əməl eləyirəm, bu icazəli deyil. Eyni zamanda ma nəhnu fihimiz, bizim bəhs elədiyimiz də bu cürdür. Sən necə deyirsən ki, İmam Hüseyni ağlamaq müstəhəbbədir və qina da burada icazəlidir. Halbuki qina haramdır və sən haram müqəddimə ilə gəlirsən, müstəhəbbə çatırsan. Və bu da icazəli deyil. Əgər bu icazəli olsa, onda bu dediyimiz misallar da gərək icazəli ola. Ona görə mərhum şeyx buyurur ki, əla tərə, görmürsən ki, ənəhu la yəcuzu, icazə yoxdur idxalu surur fi qəlbil mümin və icabətuhu bil muharramat. İcazəli deyir müminin qəlbini şad eləmək və onu rədd eləməmək, onu qəbul eləmək haramlarla. Kəzzina və livat vəl qina. Qız vaxtdır ki, bu icazəli deyil. Sən necə deyirsən ki, bəs o rivayətlər ki, deyirlər ki, əhl-i beytə ağlamaq müstəhəbbədir, onların ümumiyyəti ilə biz deyirik ki, qina mərsiyədə icazəlidir, rozada icazəlidir. Bunu necə demək olar? Bu demək olmaz və bu fikir batildir və işqallıdır. Ona görədir ki, mərhum şeyx ki buyurdu ki, bəzi adamlar mütəəxxiril mütəəxxirin, o bəzi mütəəxxir alimlər deyiblərlə umumat-ı ədillətil ibqa və rəsa ki, umumi o ədilləyi ki, o dəlilləri ki, bizə deyirlər əhl-i beytə ağlamaq müstəhəbbədir, onlarla biz deyirik ki, qina həlaldir və icazəlidir. Bundan demək olmaz və bu fikir batil fikirdir. Elhamdülillah Rabbil aləmin.